Salam, gəlin bir anlıq düşünək. Dünyanın bir tərəfində günəş təzəcə doğanda, o biri tərəfində insanlar artıq yuxuya gedir. Bəs bu fərqlilik bizim həyatımızı necə tənzimləyir? Bugün, gəlin birlikdə planetimizdəki zamanı nizamlayan bu möhtəşəm sistemin, yəni saat qurşaqlarının arxasındakı sadə, amma çox maraqlı məntiqi və tarixçəni açaq. Başlamazdan əvvəl, gəlin sizə biraz qəribə səslənən bir sual verim. Sizcə, bir addım atmaqla sözün əsl mənasında sabahki günə keçmək olar? Düzü, elmi fantastika filmlərindən bir səhnəyə bənzəyir, elə deyilmi? Amma inanın, bu sualın cavabı bizim zamanı necə anladığımızla birbaşa bağlıdır. Bu sirri birlikdə açacağıq, söz verirəm. Yaxşı, gəlin ən təməldən başlayaq. Niyə bütün dünyada vahid bir saat yoxdur? Axı niyə ümumiyyətlə saat qurşaqlarına ehtiyacımız var? Cavab əslində çox sadədir və hər gün, hər an ayaqlarımızın altında baş verən bir hərəkətlə bağlıdır. Məsələ çox sadədir əslində. Yer kürəsi dayanmadan öz oxu ətrafında fırlanır. Bu da o deməkdir ki, Günəş eyni anda bütün planeti işıqlandıra bilməz. Bir tərəf gündüzün işığını alarkən, tam əks tərəf gecənin qaranlığında olur. Məsələn, biz Bakıda günorta yeməyi yeyəndə, okeanın o tayında, deyək ki, New Yorkda insanlar hələ yuxudan yeni oyanır. Yəni, bütün dünya üçün tək bir vaxt sistemi bu fiziki reallıqla heç cür uyğun gəlmir. Yaxşı, bəs insanlar bu qlobal zaman xaosuna necə bir nizam gətirdilər? Cavabı göylərdə yox, xəritələrdə və çox sadə bir riyaziyyatda tapdılar. Dünyanı nizamlı zolaqlara bölmək üçün atılan ilk addım məhz belə başladı. Və işin ən maraqlı tərəfi odur ki, bütün bu mürəkkəb görünən qlobal sistem əslində çox sadə bir həndəsəyə söykənir. Hər şey bir tam çevrədən başlayır. Yəni, yer kürəsinin öz oxu ətrafında tam bir dövrə vurması bildiyimiz kimi 360 dərəcədir. İndi bu 360 dərəcəni götürək, biz bilirik ki, yer kürəsi bu tam dövrəni nə qədər vaxta tamamlayır? Əlbəttə ki, 24 saata. Deməli, məntiq çox sadədir. Bu 360 dərəcəni bir gündəki saatların sayına, yəni 24-ə bölmək lazımdır. Və bu sadə riyazi əməliyyat bizə sehirli bir rəqəm verir. 15. Bu o deməkdir ki, hər bir saat ərzində yer kürəsi tam olaraq 15 dərəcə fırlanır. Bax, bizim saat qurşaqları dediyimiz o nəzəri zolaqların təməli məhz bu 15 dərəcəlik bölgüdür. Bax, bu hesablamada bizim məşhur bir sistemə gətirib çıxarır. Orta Greenwich vaxtı, yəni qısaca GMT. Bu, tamamilə astronomik müşahidələrə və coğrafiyaya əsaslanan çox sərt və dəqiq qaydaları olan bir sistem idi. Hər qurşağın vaxtı onun tam ortasından keçən o xəyali meridiana görə dəqiqliklə hesablanırdı. Amma bu sistem kağız üzərində mükəmməl görünsə də, real həyatda çox ciddi bir problem yaradırdı. Gəlin görək bu problem nə idi və onu necə həll etdilər ki, bugün istifadə etdiyimiz sistem ortaya çıxdı. Bir anlıq təsəvvür edin, sizin şəhərinizdən belə bir xətt keçir. Küçənin bir tərəfində saat 10, o biri tərəfində isə 11. Məktəbə getmək üçün saat qurşağını dəyişməlisiniz. GMT-nin o sərt, düz xəttləri real həyatda məhz belə bir xaos yaradırdı. Çünki o, insanların yaratdığı şəhərləri, vilayətləri, yəni inzibati sərhədləri heç nəzərə almırdı. Məhz bu xaosu aradan qaldırmaq üçün dünya daha ağıllı, daha çevik bir sistemə keçid etdi. Koordinasiya edilmiş universal vaxt, yəni UTC. UTC zamanı sərt riyazi xəttlərlə yox, real həyatın şərtlərinə, yəni ölkələrin və bölgələrin siyasi sərhədlərinə uyğunlaşdırır. Yəni, qısaca desək, aradakı fərq budur. GMT sanki bir astronomun teleskopla göyə baxıb, ideal vaxt budur deməsidir. UTC isə bir şəhər planlamaçısının xəritəyə baxıb, insanlar üçün ən rahatı budur deməsidir. Biri nəzəriyyəyə, digəri isə praktikaya əsaslanır. Və bu çevikliyin ən gözəl nümunələrindən biri bilirsiniz haradadır? Elə bizim öz ölkəmizdə. Coğrafi olaraq biz 3-cü saat qurşağındayıq, amma bütün ölkə vahid olsun deyə praktik səbəblərdən UTC+4 vaxtını istifadə edirik. Təbii ki, bu çeviklik qlobal miqyasda da həyati əhəmiyyət daşıyır. Bütün beynəlxalq uçuşlar, gəmiçilik, rabitə sistemləri hamısı məhz UTC standartı ilə işləyir. Yaxşı, artıq dünyanı 24 saat qurşağına böldük, amma burada çox məntiqi bir sual yaranır. Bəs bir gün harada bitir və o biri harda başlayır? Bu sualın cavabını tapmaq üçün xəritənin lap kənarına getməliyik.
Bu xəyali sərhəddin adı Beynəlxalq Tarix Dəyişmə Xəttidir. Bura təqvimin bir səhifəsinin çevrildiyi yerdir. Bir gün rəsmi olaraq burada bitir, yenisi isə başlayır. Və diqqətlə baxsanız görərsiniz ki, o qətiyyən düz bir xətt deyil. Bilirsiniz niyə? Çünki heç bir quru ərazisini, heç bir adalar qrupunu ikiyə bölməmək üçün qəsdən əyri-üyrü çəkilib. Bax, bu xətti keçmək sözün əsl mənasında zamanda səyahət etmək kimidir, amma qanuni olanından. Qayda həm çox sadədir, həm də biraz ağlı qarışdırır. Əgər şərqdən qərbə, yəni Asiyaya doğru hərəkət edirsinizsə, bir gün irəli atlayırsınız. Bazar ertəsi bir anda olur çərşənbə axşamı. Yox, əgər əksinə, qərbdən şərqə, Amerikaya doğru gedirsinizsə, bir gün qazanırsınız. Yəni, zamanda geri gedirsiniz. Və indi gəldik, çıxdıq ən başda verdiyimiz o qəribə suala. Çünki indiyə qədər danışdığımız hər şey, bütün bu nəzəriyyələr bir yerdə, real dünyada inanılmaz bir mənzərə yaradır. Gəlin tanış olaq. Diomid adaları. Baxın bu cədvələ. Biri ABŞ-a, o biri isə Rusiyaya aiddir. Aralarındakı məsafəyə bir baxın, cəmi 3,8 kilometr. Yəni, aydın havada bir adadan o birini rahatlıqla görmək olar. Amma indi ən heyrətamiz hissəsinə gəlirik, saat qurşaqlarına. Biri Utice 9, digəri isə Utice plus 12-dir. Deməli, bu iki kiçik ada arasında bir-birlərini demək olar ki, əl edib salamlaya biləcəkləri bir məsafədə tam olaraq 21 saat fərq var. İnanılmazdır, deyilmi? Bax, elə bu ağlasığmaz vəziyyətə görə də bu adalara çox məzəli ləqəblər veriblər. ABŞ-a məxsus kiçik Diomid, dünənki ada, Rusiyaya məxsus böyük Diomid isə sabahki adadır. Beləliklə, ən başdakı sualımızın cavabına gəldik. Bəli, bir addımla olmasa da, bir adanın sahilində dayanıb, durbinlə baxaraq, sözün həqiqi mənasında sabahı görmək tamamilə mümkündür. Və bu heyrətamiz hekayə bizi son bir düşüncəyə gətirir. Əgər zaman kimi fundamental bir anlayış belə, əslində təbiətin bizə verdiyi materialdan bizim özümüzün yaratdığı bir razılaşmadırsa, bəs gündəlik həyatımızda başqa hansı reallıqları biz özümüz yaratmışıq, amma sanki təbiətin bir parçasıymış kimi qəbul edirik? Bu barədə düşünməyə dəyər.